Süd vəzi xərçənginin müalicəsində və müayinəsində yenilikdən öncə icazə verin, xanımın situasiyasından bir aydınlıq gətirim. Bizi izləyən tamaşaçılarda yanlış bir fikir oyanmasın ki, mən bir dəfə müayinəyə getdim, bu məni ömrümün sonuna qədər bu xərçəngdən qoruyur və ya sığortalanıram. Təəssüflər olsun ki, hətta skrininqin ən pik aparıldığı Amerika Birləşmiş Ştatlarında belə 2 skrininq arası rast gələn xərçəng sayıları çoxdur. Yəni bu il orada əksər ştatlarda 2 ildən bir standart müayinə aparılır və o 2 skrininq arası belə xərçənglər, xüsusilə üçlü negativ xərçəng aşkar edilə bilir və bu o deməkdir ki, süd vəzi skrininq müayinəsi illik müayinədir. İldə bir dəfə aparılmağı vacibdir. Mən bir dəfə həkimə getdim, nəyisə gördü və ya görmədidən əlavə, yəni bu bizi ömrümüzün sonuna qədər sığortalamır ki, biz axıra qədər... Əvvəllər deyirdilər ki, bu 40 yaşdan sonra ildə bir dəfə olmalıdır. İndiki xəstələr arasında 25-in üzərində qızlarda artıq bu varsa, demək ki... Daha gənc yaşa. Burada skrininqlə bağlı yanaşmalar ölkələrə görə artıq guideline-larda dəyişir. 35 yaşa qədər çəkilməyə başlayıb və bir də burada ən önəmli faktor süd vəzi xərçəngini yaradan bizdən asılı olmayan, dəyişə bilmədiyimiz genetik faktora görə ola biləcək risk qrupu şəxslərdir. Siz bugün araşdırsanız 25-35 yaş arası xəstələrin əksəriyyəti ciddi risk qrupunda olan şəxslərdir. Hansı ki, ailəsində genetik olaraq mədə xərçəngi, mədə-altı vəz xərçəngi, yumurtalıq xərçəngi kimi ən azı bir yaxın qohum hekayəsi var. Və təəssüflər olsun ki, biz genetiklə məsləhətləşmirik. Qohumlarımız da xəstəliyi gizlədir. Bugün biz efemimizdə çox sevinirik ki, çox şükür xanımın nəticələri yaxşıdır və ürəklə öz xəstəliyini bizimlə bölüşür. Amma əmin olun ki, biz ən yaxınımızda olan şəxsin belə, birinci dərəcəli qohumumuzun belə xəstəliyini bilmirik və bizim genetik riskimiz nə yerdədir? Bunun haqqında heç bir bilgimiz yoxdur. Üzr istəyirəm, mən çox yaxşı bir laboratoriyaların birində sizin dediyiniz məsələni aydınlaşdırmaq üçün özüm üçün, mən həm də araşdırmacı jurnalistəm deyim, beynimə sual məşğul olurdu ki, bu məndə irsidirmi? Mənim bacım xərçəng olmuşdu, fikirləşdim ki, amma həkim dedi ki, onda başqa orqanda olub. Analizlərin sonuncu belə izah elədilər ki, mənə, siz bunu irsən qəbul eləməmsiniz və genlərinizlə də heç kimə ötürməyəcəksiniz. Bu çox doğrudur. Hamısı genetik və ya irsidir demək istəmirəm. Dediyim odur ki, yəni faiz etibarilə daha çox genetik və irsi faktorlar birincidir və o şəxslər daha fərqli müayinə olunmalıdır. Orada sadəcə mamografiya deyil də süd vəzi MRT-si önə çəkilməlidir və yaxud da ki, bizim yaşam şəraitimiz hal-hazırda gecə növbələrində işləyən çox saylı xanımlar var. Bu bir əlavə riski artıran faktordur. Xanımlarımız indi çox sosial, psixoloji yükü ağır işlərdə çalışırlar. Bunlar davamlı stresi tətikləyir. Bunlar özləri bir, belə deyək, xəstəliyin yaranmasına faktor kimi çıxır. Zəlzələdən, vəlvələdən biz süd vəzi xərçəngi olduq, nə edək? Həmin an birinci ana mesaj odur ki, Səbinə xanım dediyi kimi ölmək vaxtı deyil və xərçəng öldürmür. Əgər vaxtında aşkarlanırsa, bu cümləni qəbul etdikdən sonra yola addımlaya biləcəyin, güvənəcəyin bir şəxsi almalısan yanına. Bu sahədə ixtisası olan doğru bir mütəxəssislə düzgün qurulmuş planla sən inan ki, ən tufanlı dənizdə belə gəmini sahilə çatdıra biləcəksən. Yetər ki, Səbinə xanımın dediyi kimi həkimə 100% güvənmək lazımdır. Bu çox önəmlidir. Çünki niyə? Həkimin dediyi müalicə ardıcıllığına əməl etmədiyin zaman, hətta erkən mərhələdə belə istədiyin nəticəni ala bilmirsən. Mən bugün çox üzülərək bir xəstə müayinə edib bura gəlmişəm. Erkən mərhələdə idi, gəldi. Erkən dediyim Azərbaycan üçün erkən. Təəssüf ki, statistika göstərir ki, bizdə xəstələrin 25-35%-dən yuxarısı ən az 3-cü, 4-cü mərhələdə gəlir. Bizim erkən mərhələdə gördüyümüz çox az xəstə var. Əməliyyatını olub, kimyoterapiyasını alıb, şu an müalicəsindən imtina edib. İndi xanımda dəridə residiv var. Burada kimdir günahkar? Yəni, dediyimiz bütün ardıcıllara əməl etmədiyi zaman xərçəng günahkar olmur. Xərçəng sadəcə bir bəhanədir, bir amildir. Biz də özümüz sağlamlığımıza görə məsuliyyət daşıyırıq. Yəni, bunu insan olaraq hamımız fərqində olmalıyıq. Bunun fərqində olanlar məhzəbdən xanım kimi qalib gələnlərdir.